Çok gözleme ve oğru maşını sürüb gedirdi. Yolda bir qara maşın gördü ve qara maşına baxıb üstündəki bayraqları gördü. Biri Türkiyə bayrağı idi, o birisi isə Azərbaycan bayrağı idi. Və oğru öz-özünə fikirləşdi. Görəsən mən də bu maşına alıb bayraq qoyum. O maşından nə fərqi var ki? Bu maşın daha gözəldir. Özü də içinə qoyaram, daha da gözəl olar. Oğru fikirləşdi ki, onsuz da mən bu maşını başqasına satacağam. Bu maşın başqasının olacaq. Ona görə də mən maşına heç nə qoymayım, bayraq qoymayım. Özümə aid bir maşın alanda maşını bayraqlarla bəzəyə bilərəm. Amma hələlik mən iki bayrağı da alıb evimə qoyum. Daha da gözəl olar. 4 dənə alaram bayraqdan, ikisini evin qapısına, ikisini də evin içinə qoyaram. Çox gözəl görünər, deyə fikirləşdi və sonra fikirləşdi ki, çox böyük dərd aldım görəsən başıma. Gərək bu maşını oğurlamayaydım, sahibinə qaytarsam, yox, mən peşman deyiləm etdiyimdən. Çünki mənim bu maşına çox ehtiyacım var. Yox, qaytarımmı bilmirəm. Amma qaytarmayım, mənim pula ehtiyacım var. Amma maşını oğurlamışam. Nə varam indi? Oğru düşünə-düşünə yolda fikirləşə-fikirləşə, görəsən bu maşının sahibinə geri qaytarım, yoxsa yox, yoxsa satım, ehtiyacım var buna, deyə fikirləşə-fikirləşə getdi. Və axırda bir qərara gəldi ki, maşını satsın, pulunu isə özü üçün xərcləsin. Boşa oğurlamamışam ki, dedi. Sonra isə maşını köhnə bir evə apardı. Evin hər tərəfi taxtadan idi və maşın oğrusu dedi ki, onsuz da onun evi qəşəng gözəl idi. Mənim isə evim belə köhnədir. Abunə olun, ailəmizə qatılın. Hər kəsə təşəkkürlər.